Nə qədər ki, o növ çərçivəsindədirlər, həmin qanunla olan hakim olacaq, yaşayacaqlar. Hilin dəyişirsən, olacaq bərbad. Bir heyvanın rüşeymi, sağlam və xəstə olması, yemək tərzi. Məsələn, sən verəsən, məsələn, bu vaxtda bir nağıl vardı bizim orta məktəbdə. Hacı Leylən ki, yenə də bu dimdiyi uzun olur, ona uzun qab verirlər ki, o rahatca yesin. Buna sən versən, boş qabda qab yeyəməyəcək, rahat olmayacaq onun üçün. Boşqa qabı yeyəcək, dimdiyi olmayan heyvandan, pişikdən, etdən. Yerin dəyişirmirsən, yemək verirsən, amma şəraiti yoxdur yeməkliyə. Yemək tərcih, çoxalması. Bu heyvan bu heyvanla ünsiyyətdə olmalıdır. Nəsli artmalıdır, o birisi heyvanla yox. Körpə tərbiyəsi. Məsələn, biri belə tərbiyə edib, o tərbiyə edir. Mühacirəti. Saqqallar, məsələn üçün, şirlər köç etmirlər ki, başqa ölkəyə. Durnalardır və s. Quş növünə aid olan bəzi quşlar köç edir başqa diyarlara. Şirpələn yox. Deyək ki, ay şirpələn, siz köçün filan dəlim qitəyə. Onların işi o deyil. Bu dövr və hərəkətlərin özünə xas qanun uyğunluqları vardır. 5-6 dəqiqə burada oxuyayım. Çatlanmadım. Ancaq növlərin dəyişməsi və təkamülü nəzəriyyəsinə əsasən hər növün öz qanunlarından savayı növlərin dəyişməsi və təkamülünə sadə növün daha ali növə keçməsinə aid olan qanunlar da var. Necə yəni? Çox güman ki, bu qanunlar fəlsəfi şəklində düşən və təkamül fəlsəfəsi adlanan biologiya elmi deyil, qanunlar məcmuəsidir. Yəni toplumudur. Necə yəni? Elə şeylər var ki, sən yaşayış mühitində bu şey yoxdur. Amma geçsən müəyyən məntəqəyə, sən orada əyaqlaşmalısan. Nə qədər tələbə deyilsən, ali məktəb, universitetin qadağanı sənə aid deyil. Sənin yaşadığın mühit, sənin öz inancın, qanunlar toplumda belə bir şey yoxdur. Amma sən getdin hərbi xidmətə, Allah səhəmizə qorusun. Sən getdin məsələn üçün ali məktəbə, oranın qanunla əyaqlaşmalısan. Oranın qadağanlarla əyaqlaşmalısan. Deyib, bəzən bu belə qanunların dəyişməsi düşdüyü mühitdən asılıdır. Düşməsən qanun yerindədir. Hə, düşün həm mühitə, sən ona nə eləsən, əyaqlaşırsan. Bura qədər mən çatdırmadım, mənə fikrim var, oxuyam, hətta o bir səhifəyə də oxuyan fikrim vardı. Qaldı da yox, çünki bu hər cümlənin, yox, hər kəlmə mən demişəm, izah ehtiyacı var, çünki asan dərs deyil, bu əlif, b, təsə, bunlar deyil. Dərəkə, nəzərlə, bunlar deyil. Maşallah, hamımız təhsil insanlarsınız, savadınız var, daha qabağa, daha yüksək səviyyəli elmələrə getməliyik deyə bu dərs oxumalıyıq ki, biz bir dindar olaraq cəmiyyət nədir bilməliyik, onlar ünsiyyət nədir, bacamaq, onlar neçə növdür, tarix nədir, bu həm elmdir, həm təcrübədir. Sən sabı bilməlisən ki, sən diskusiya eləndə kimlənsə rahat danışa bilərsən və sən iş görmək istəyəndə gəlsən olmalıdır, o sahədə elmin ki, iş görə bilərsən. Bir dəfənin elmi yoxdur, iynə vurmaq barəsində, amma sizi aparıcı eləsin kiminsə. Bu olmaz axı əməliyyat etməliyik. Bu bilməlisən ki, iynə necə olmalıdır, hara vurmaq lazımdır, necə ta axırda öyrən nə demək əməliyyat. Bilməliyik cəmiyyət nə deməkdir, bilməliyik tarix necə olub, ta biz doğru diaqnoz qoyaq cəmiyyətimizə, ta doğru müalicə aparaq o təbliğatımızla. Cəmiyyəti tanımasam, cəmiyyətin dilin, onların tarixini bilməsəm, çətin məsələdir, təbliğ etməyimiz xeyrindən çox ziyan olacaq. Hökmən tanı, necə həkim əvvəlcə ağrını tapır, bunun səbəbi nələrdir, biləndən sonra yaran ətrafını təmizləyir, sonra müalicə edir. Biz başlayırıq əksinə başlayırıq biz. Başlayırıq müalicədən. Bilməli bu adamın niyə bu düşüb xəstəliyə? Onu dinlə, qoy danışsın, sözündə apar qeydiyyat. Bunda budursa, buna filan dərman verilməlidir. Buna bu da olduğu üçün, buna filan yox, verməli başqa dərman verilməlidir. Hər ikisi xəstəliyi var. Düzgün tapmalısan. Dindarlar da, din təbliğatçıları bir növ mənəvi cəhətdən insanların həkimləridirlər.
həkim kimi sən təbliğat edəsən, cəmaata verəsən xeyir, ola maarifləndirəsən, bilməz onun xəstəliyi nədir. Bilmək üçün bu sahə bizə lazımdır. Bilməli nədir sosiologiya, nədir cəmaat, onlar ünsiyyət dili, onlar bacarıq və ilaxir. Allah elimizi artıq etsin, Allah imanımızı kamil etsin. Amin. Allahümme salli ala Muhammed və ala Muhammed və accil faracahum.